Salam, hər bir vaxtınız xeyirli olsun. Demək, belə bir ütün təmirə gətiriblər. Monitor işləyir, termostat işləyir, qızır, amma parı vermir. Müştəri bura limon duzu töküb, belə deyək. İndi ortanı nəticəni bir yerdə izləyir. Sonra devam edir. Bu isə əriyib. Fikir verin, bu hissələr hermetika açılıb üst tərəfləri. Emalın vurduq, rezinin birini dəyişdik. Bu hissələrə yağın vurduq, paslanmağına görə bolt hissələrinə bu hissə çox çətin açıldı. Hissədə olan şurupları dəyişdik, bəziləri pastı idi. Pastı olmayanlarını qoyduq. Hissənin şuruplarını bağladıq. Demək, buranı etap-etap təmizlədik, kəsdik, zaklavka elədik. Digər hissəsinə ləkələri kəsdik, qoyduq qırağa. Bu hissəyə vurduq. Digər hissəyə vurduq. Demək, bu hissə ona görə əriyib ki, indi səbəbini də sizə göstərəcəm. Elə boşluq olanda burada da problem elə gəlir. Boşluğu da aradan götürək. Bu qoyda da zaklavkaladıq, yəni pərçimlədik. Burada da sıxdıq. Rezini dəyişdik, pastı şurupları dəyişdik, yanan hissəni dəyişdik. Üzərinə su əlavə elədik. Rejimi artırırıq. Maksimal dərəcəyə qoyduq. Su vurur. Yüzünü götürüb. Demək, bu da nəticə, parı da verir. Hər bir şeyi bu qədər. Çox sağ olun, izlədiyiniz üçün.